Dostlar salamlar. TET podkastında bugün mən Ağarəhim Poladov və Müşfiq bəy Azərilər bir yerdəyik və mövzumuz belə düşündüm ki, mən bütün illər boyu bütün illər boyu xidmət sahəsində marketinqdə çalışmışam. Siz isə bütün karyeranızı daha çox FMCG-yə həsr eləmisiniz. Yeri gəlmişkən mən biraz azca 3-4 ay FMCG təcrübəm olub, amma yəni əlbəttə ki, müqayisə olunmaz bir şeylərdir. Ona görə istədim bugünkü söhbətimizi icazənizlə bu fərqlərə həsr eləyək ki, siz təməl nə qədər eyni işlə məşğul olsaq da detalları məncə çox fərqlidir, çox fərqlənir. Ona görə elə ilk sualım olacaq ki, xidmət sektorunda məsələn biz daha çox müştəriyə təcrübə, emosiya və sair kommunikasiya ediriksə, FMCG-də bu fərqlidirmi? Fərqlidirsə nə ilə fərqlidir? Yəni orada kommunikasiya edimiz, satdığımız nə olur? Ağarəhim, çox sağ ol. Ümumiyyətlə fikirləşəm çox maraqlı mövzudur və bu mövzu ətrafında müzakirə eləmək doğrudan da faydalı olacaq. Əlbəttə ki, marketinqin özünün təməl prinsipləri var. Bunu bilirik. 4P-dən başlamış digər məsələlərə qədər. Bunlar bir model olaraq tətbiq olunur istənilən sahəyə. Hətta amma məsələ budur ki, mən hətta bizim yoldaşlara da deyirəm ki, bizim işçilərə və yaxud da ki, öz partnyorlarıma, həmkarlarıma biz heç vaxt bir kateqoriyada işlədiyimiz zaman eyni şeyləri başqa kateqoriyada olduğu kimi tətbiq edə bilmirik. Hətta mən FMCG-nin daxilindəki kateqoriyalardan danışıram. Yəni xidmət sektoruna daxil demirəm. Məsələn, bir kolbasa sektorunda, bir makaron sektorunda tamamilə başqa qaydalar. Çünki istehlakçılar fərqlidir, istehlakçı davranışları fərqlidir. Ona görə onlara təsir eləmək üçün başqa alətlərdən istifadə etməli oluruq. Xidmət sahəsi ilə FMCG sahəsində isə inanılmaz dərəcədə fərqlər var. Sözsüz ki, mən bundan tamamilə razıyam. Bəli, FMCG sahəsi də kütləvi məhsullar olduğu üçün, kütləyə satıldığı üçün biz kütləvi kommunikasiyadan çox istifadə edirik. Bu təbii bir məsələdir. Bizdə niş məhsullar var təbii ki, amma ümumən götürəndə bu kütlə tərəfindən alınır, kütlə tərəfindən istehlak olunur. Niş yəqin ki, idman məhsulları və s. nəzərdə. Bəli, idman məhsulları ola bilər, hansısa dietik məhsulları ola bilər və s. Bu tipdə müəyyən xırda bir, kiçik bir kütlə üçün təyin olunmuş məhsullar ola bilər. Ona görə də mən düşünürəm ki, eyni qaydada biz də xidmət sferası kimi bəli, bu emosiyaları çatdırmalıyıq. Dünyanın ən böyük şirkətlərinə də baxsaq, onlar da həmin o emosiyaları satırlar. Amma xidmətdən, indi bu xidmətin özündə də fərqliliklər var. Onu da hətta içərisinə girərik. Yəni, burada xidmət ola bilər ki, hər hansı bir ictimai iaşə xidmətindən söhbət getsin, deyək bir restorandan. Sayı var, yəni məhdud bir sayı var, 5 restoranınız var. Əlinizdədir, hər bir şey kontrolunuzdadır. Elə bir xidmət var ki, bu kütləvi şəkildə xidmətdir. Deyək ki, hansısa bir taksi xidməti ola bilər və yaxud da başqa xidmət ola bilər. Hətta burada da fərq var da, düzdürmü? Siz daha yaxşı bilərsiniz. O baxımdan FMCG xidmətin daha çox şaxəli olanı ilə eynidir. Çünki bizim ticarət nöqtələrimiz öz əlimizdə deyil. Yəni 20 minə yaxın, belə mən ən maksimal həddi deyirəm, 15-20 minə yaxın satıla bilən ticarət nöqtəsi var və o ticarət nöqtələrinin sahibi də siz deyilsiniz. Yəni o sizin məhsulunuz həmin ticarət nöqtələrində bir növ arendadadır. Yəni kirayə olaraq qoymusunuz ki, müştəri ilə necə danışacaq, biz kontrol edə bilməliyik, necə qarşılayacaq. Vav, həqiqətən də. Çox çətindir onları idarə etmək. Amma sizin əlinizdə olduğunuz zaman sayılı, məhdud sayda mağazanız olduğu zaman, bəli, siz onu tam şəkildə kontrolda saxlaya bilirsiniz. FMCG-nin ən çətin tərəfi budur. Həddindən artıq çox ticarət nöqtəsi, həddindən artıq çox sizin müştəriniz B2B mənasında olması və onların kontrol edilməsi həddindən artıq çətindir. Bu baxımdan fərqli xüsusiyyəti var. Amma dediyim kimi, xidmətin də digər tərəfini götürsək, orada da eynidir. Orada da eynidir. FMCG məhsulu həm də gündəlik istifadə, adından göründüyü kimi də fast moved consumer goods-dur. Yəni, bu sürətli şəkildə istehlak olunur. 90% deyək ki, hətta eləsi var ki, gündə 2 dəfə alınır, 3 dəfə alınır və hətta gündə 2 dəfə, 3 dəfə fərqli mağazalardan, fərqli ticarət nöqtələrindən alınır. Görün, burada nə qədər bir-birindən fərqli nüans var ki, siz hər birini nəzərə almalısınız.
Mənə elə gəlir ki, indi bunu tartışmaq olar. Xidmətdə sanki bu daha idarə olunandır. Siz onu daha çox əlinizdə saxlaya bilərsiniz. Amma FMCG-də biraz bu sizin əlinizdən çıxmış kimi olur. Yəni daha az idarə olunandır. Daha çox siz müştəriləri maraqlı etməlisiniz ki, onlar sizin məhsulunuzu ürəklə satsınlar. Deyək ki, o gələn şəxsə sizin məhsulunuzu təqdim eləsinlər. Vitrin olaraq, satıcı olaraq fərq eləmir. İndi biraz xülasə verdim, istəyirsiniz? Düz deyirsən. Əslində mən fikirləşirəm ki, biz elə ikinci sualımda odur ki, mən məsəl üçün müştərilərdən first party, yəni birinci əl məlumatları tez ala bilirəm də. Xidmət onu tez. Məsələn, taksini belə götürsək, biz ilk toxunuşda, indi müasir taksi servislərindən danışırıq. İlk toxunuşda mən onun adını, nömrəsini, mailini və s. bilirəm. Okey, oradakı artıq sürücü hansı xidmət göstərir, necə eləyir və s. o ikinci tərəfdir və mən onun feedbackini ala bilirəm. Amma FMCG-də biz ümumiyyətlə, yəni heç bir data əlimizdə yoxdur demək olar ki. Onu məsəl üçün hər hansı bir yol tapmısınızmı? Bəlkə təcrübənizdə belə bir nöqtəyə gəlib çıxmısınız ki, okey, mən məsəl üçün qablaşdırmadan nəsə yerləşdirərək və ya hansısa müsabiqə keçirərək o insanların məlumatlarını mı əldə eləyim, sonra onlarla necə kommunikasiya, daha individuallaşdırılmış kommunikasiya qura bilim? Yox, individual kommunikasiyaya heç vaxt getməmişik. Amma burada başqa bir məsələ var. Bu digital sahənin yaranması, digitallaşmanın sürətli olması bizə müsbət təsir eləyib. Çünki biz TV reklamı verdiyimiz zaman reklamın effektini, ümumiyyətlə ona reaksiyanı heç cür ölçə bilmirdik. Gərək biz nə edərdik? TV reklamını verərdik. Onun üzərindən bir 3 ay, 4 ay keçdikdən sonra istehlakçı sorğusu aparardıq və onun nəticəsində uzun bir müddətdə reaksiyanı öyrənərdik. Amma FMCG, üzr istəyirəm, digital belə deyil. Biz səhifədə reklamı paylaşırıq, dərhal reklama şərh gəlir, reaksiyalar gəlir. Deməli, onun əhatə dairəsini bilirik, ona gələn şərhlərdən münasibəti bilirik və s. və axır. Bu bizim işimizi çox rahatlaşdırır. Mən FMCG tərəfinin elə bir xilaskarıdır digital həqiqətən də. Sözsüz ki, biz özümüzün müştərimizin bir prototipini çizmişik, yəni çəkmişik. Biz bilirik ki, bizim müştərimiz kimdir. Amma sizin dediyiniz formada bir database şəklində biz müştərimizin bütün o xüsusiyyətləri ilə, demoqrafik xüsusiyyətləri, eləcə də yaşı və digər xüsusiyyətləri ilə bir data toplamaq şansımız yoxdur. Bu çox çətindir. Bunu bəlkə də marketlər, supermarketlər hal-hazırda eləməyə başlayır. Məsələn, özlərinin bir database formalaşdırır, öz müştəri loyallıq kartları falan vasitəsilə. Amma onları hələ bizə üçün əlçatan deyil və o da kütləvi şəkildə deyil deyə və insanlar da onu kütləvi şəkildə istifadə eləmir deyə. Hələ ki bizdə o amil bizim biznesimizə təsir edici deyil. Yəni ondan bir təsir edici bir qüvvə kimi istifadə eləyə bilmirik. Biraz bizim üçün elə bir yadlaşıb. Amma yəni, məsələn dediyiniz kimi də o digitallaşmanın xidmətdəki rolu çox önəmlidir və o yaxşı təsir eləyir. Ümumiyyətlə maraqlıdır. Plan bəlkə də sizə deyil sual, amma sizcə planda var o supermarketlərin və ya o böyük bizim hamı məsələn Umico'nun geri dönüş planı varmı ki, mən məsələn vendorlarla münasibət qurum və onlara tutaq ki, hansısa endirim və ya hansısa məbləğ qarşılığında onların məhsullarını kim, nə qədər və s. alır, onu satım. Əslində maraqlı bir qeyri biznes olar. Var. Biz müəyyən görüşlərimizdə bu onlayn şəbəkələrin bu niyyətlərini görürük. Amma ikinci bir məsələ, problem nədir? Digital, ümumiyyətlə onlayn satışın FMCG-dəki payının olduqca aşağı olmasıdır. Çünki insanlar gündəlik məhsulları onlayn olaraq sifariş vermə o vərdişinə yiyələnməyiblər. Biraz da ehtiyac duymurlar doğrusu və mənim hal-hazırda olduğum sektorda məhsullarımızın qiyməti də çox aşağıdır. Yəni çox deyək ki, bəli, alkoqollu bəzi məhsullar var ki, yuxarıdır. Amma digərləri çox aşağıdır deyə insan məsələn öz evindən düşüb deyək ki, o qədər market sayı çoxdur ki, bir 50 metr məsafədə bir marketdən onu ala bilir. Və ona görə də artıq onda o hiss, o təşviq yarana bilmir. Bu nə vaxt olacaq? Bu həqiqətən də maraqlıdır. Mənim üçün də hətta proqnoz verə bilmirəm ki, bu olacaqmı ümumiyyətlə bizdə? Çünki ticarət nöqtələrinin sayına baxıram, bizdə müəyyən indi ad çəkməyəcəm, müəyyən şəbəkələr formalaşdı. Supermarket səviyyəsində digər şəbəkələr də formalaşdı. Diskount marketlər kimi kiçik, bizim pərakəndə adlandırdığımız kiçik marketləri biraz azaltdı sayını. Amma o marketlərdə elə pərakəndə marketlərin yerində olduğu üçün, yəni az qala hər evin 50 metrliyində, 100 metrliyində olduğu üçün biraz onlayn sifariş
bizim tərəfdən yox da həmin marketlərin özü tərəfindən bəlkə həyata keçirilə bilər. Deyək ki, X bir discount market özü, bəli, onu özü edə bilər. Amma hətta biz indi mənim əlimdə olan datalardan, mənim əlimdə olan məlumatlardan mən görürəm ki, onlar da bunu sıx şəkildə istifadə eləmirlər. Biraz düşünürəm ki, bizim insanımızın hələ də FMCG-ni onlayn ticarət kimi, onlayn ticarətdə daha da onlayn alışda FMCG-ni görməməyindən irəli gəlir. Daha çox xidmət sektorunda deyək ki, bir pizzanı sifariş verə bilirik. Mən özüm belə verirəm. Amma mən heç vaxt özüm belə yaxındakı deyək aşağı düşmək istəmirəm. Pizza da aşağıdadır. Oradan sifariş verirəm, amma aşağıdan hər hansı bir deyək ki, spirtli içkini və yaxud da olmasın, bir makaronu və yaxud da hansısa bir deyək ki, bir dəst bir FMCG məhsulunu sifariş vermirəm. Çox maraqlıdır. Özüm də onun üzərində düşünürəm ki, bu nədir? Hansı bir psixoloji haldır? Yəqin ki, o təcrübə hələ də başqa olaraq qalıb da. Mənim gedib marketə girib özümün nəyisə seçmək, götürmək. Hələ xüsusda meyvə, tərəvə, yəni o təbii şeylərdə də olur ki, mənim özümün seçməyim, nə bilim, qabıma özümün qoymağım çox önəmlidir müştəri üçün. Hətta siz fikir verin, bəlkə bilmirəm, qarşılaşmısınız. Mən ona çox qarşılaşmışam. Hətta biz görürük ki, böyük supermarketlərdəki olan tərəvəzdən çox insanlar böyük supermarketlərin yanında kənddən gələn belə balaca açılmış xudmani mağazalardan alırlar ki, bu daha təbiidir kimi. Və sözsüz ki, onu getməmiş, oradan bir seçməmiş məhsulları heç kəs onu sifariş verməz. Hətta bəzən indi ailədə belə bunu həyat yoldaşına və yaxud da uşağına tapşırmır xanımlar. Özləri gedib seçirlər. Çünki birbaşa o vərdişi yaradıblar özlərində. Bu çox maraqlı bir haldır. Mən o TikToku görmüsünüz yoxsa yox. Həyat yoldaşı xanım pomidorları seçir, qoyur setkaya. Yoldaşı seçir, xanımına göstərəndə o necə sevinir. Həqiqətən elə bir razılığım verdi ki, yaxşıdır. Mən də qəbul edirəm. O kişinin sevinci ki, məni dəyərləndirirlər, mənim əziyyətimi dəyərləndirirlər. Həqiqətən də supermarket alış-verişi belə qəribə şəkildə fərqli bir ayrıca bir mədəniyyətdir sanki. Ayrıca bir vərdiş halını alıb, onun elə bir onlaynlaşması, onlayn satışa keçməsi mənə elə gəlir digər sahələrdən, xüsusən də xidmətdən daha gec baş verir. Gec baş verəcək deyə düşünürəm. Yəni mənim gördüyüm budur hal-hazırda. Sözsüz ki, elə dövrdə yaşayırıq ki, o qədər bir çox şey sürətlə inkişaf eləyir ki, gözləmədiyimiz şeylər də ola bilər. Amma ən azından Azərbaycan insanına görə mən bunu təxmin eləyirəm. Bir Avropalıya görə yox, sözsüz ki. Çünki məsələn, mən hərdən baxıram, indi qabağımıza çıxır, Yaponiyada belə məhsulları kəsib, hətta belə pomidoru belə 1 yarım, 2 yarım belə alma bir mədəniyyəti var. Yəni bir kilo ilə soyulmuş yumurta, nə bilim, o formada belə. Məsələn, orada bəlkə də o qədər məhsullar paketlənib ki, standartlanıb ki, onu o cür qəbul edə bilirlər. Amma biz biraz yeməyə diqqət eləyən millətik də. Yəni yeməyimizə əslində diqqət eləmirik sağlamlıq cəhətdən, amma seçiciyik. Yəni istədiyimiz şeyləri seçməyə çalışırıq. Və biraz məncə bizim özəlliyimiz var burada. O restoranlar var ki, məsəl üçün aşpazları özləri səhər gedir, nə bilim, onun qaymağını və s. alırlar. Onlar çox sevilirlər müştəri tərəfindən, çünki bilir ki, burada seçicilik var və s. Razıyam, çox maraqlıdır. Keçən dediyiniz fikirdən bir şey toxunmaq istəyirəm. Bəs o satış nöqtələri hansına girməksə daha asanddırsa, məsəl üçün hansı şəbəkələr ola bilər ki, siz orada satış nöqtənizi və ya merchandising olan hissənizi idarə edə bilirsiniz. Orada o ünsiyyəti maksimal dərəcədə necə yarada bilərsinizsə, nə bilim, təqlərlə, hər hansı bir reklam lövhələri ilə və s. Orada hansı maraqlı alətlərdən və ya necə nəsə mesaj ötürə bilirsiniz müştəriyə, sırf satış nöqtəsindən danışırıqsa? Eynilə çox maraqlı nöqtədir. Çox yaxşı ki, toxundun. Çünki FMCG məhsullarında brend kommunikasiyadan daha çox orada impulsiv satışların nəzərə alaraq trade tərəfi, yəni in-store aksiyalar, in-store kampaniyalar, aktivliklər çox önəmlidir və satışa çox böyük təsir göstərir. Çox böyük təsir göstərir. Mən qısa bir xülasə deyim. Deyək, biz
promotorlardan istifadə edirik. Yəni ticarət nöqtəsi daxilində bir növ bizə məxsus satıcılardan, belə deyək, bizim rəfimizin qarşısında durur. Deyək ki, bir yeni il qabağı alkoqollu içki məhsullarını satırıq. Onun qarşısında durur və alkoqollu içki məhsulu almaq istəyən müştəriyə bizim məhsulu təşviq edib satmağa çalışır. Biz müqayisə eləyirik. Həmin xanımın, promotorun olduğu dönəm və olmadığı dönəm arasında 3-4 dəfə satış fərqi olur. Bu o deməkdir ki, istehlakçı belə o vitrinin qarşısına gələnə qədər böyük əksəriyyəti, deyək mən burada faiz vermək istəmirəm, amma ən azından 3-4 dəfədirsə, böyük əksəriyyəti seçim etmir. Yəni onu seçimi nə vaxt eləyir? Vitrin qarşısında edir. Baxır, qiymətləri müqayisə eləyir, yeni məhsul gəlib gəlməyib ona baxır. O anda ona təsir edə biləcək bir impuls olmalıdır ki, alış eləsin. Bax bu bizim tətbiq elədiyimiz və doğrudan da çox effektli olan tərəflərdən biri promotorların istifadəsidir. Biz ona şəxsi satış da deyirlər, bu marketinqdə belə bir termin var. Onlardan istifadə eləyirik. Başqa bir nümunəni deyim. Əslində bu da çox maraqlıdır və mənim təcrübəmdə yaşanıb. Məhsul mənə bizim özümüzün bazara çıxardığımız peçeniya məhsulları var idi. Biz onu sarı rəngdə blok düzülüşlər eləmişdik. Blok düzülüşlər çox önəmli faktordur. Çünki məhsulu almaq istəyəndə, deyək ki, bir kateqoriyaya, peçeniya kateqoriyaya yaxınlaşanda, o görəndə ki, bir məhsul belə harmonik şəkildə, gözəl şəkildə düzülüb və digər yerdə isə tək-tək əlahiddə məhsullar var. O heç vaxt əlahiddə olan məhsullara baxmır. Səliqəli şəkildə düzülən və o göz oxşayan məhsullara yönəlir. Bu biraz vizual olaraq insanlara yönəldir. Bu da çox önəmlidir. Məsələn, bundan istifadə bir etibar yaradır sanki səndə ki, buna baxan var. Bəli, burada bir parıltı var. Buna yaxınlaş, burdan nəsə ala bilərsən. Və ən önəmli təbii ki, FMCG-də endirim məsələsi. Yəni bəlkə də heç bir sahədə olmayası qədər endirim məsələsi çox təsirlidir. Xüsusilə deyək bayram qabağı, mövsümi endirimlər fərq eləmir. Endirimlər çox yaxşı işləyir, insertlər çox yaxşı işləyir. Yəni gəlib oradan 20% də, 15% də əgər cibində qazanc deməyək də, bu söz yadımdan çıxdı, deyək ki, xərcləmənin qarşısını almaq məqsədidir. Deyək ki, 100 manat xərcləyəcəkdirsə, 80 manat xərcləyirsə, bu onun üçün çox böyük bir üstünlükdür. Qənaət söz yadımdan çıxmışdı. Qənaət onun üçün çox önəmli. Ona görə FMCG-də endirimlər çox yaxşı işləyir və inanıram ki, bu uzun müddətdə davam edəcək. Məsələn, elə sahələr var ki, orada endirimlər o qədər effektiv deyil. FMCG-də. Məsəl üçün mənim üçün, mən uzun müddət təhsil sahəsində işləmişəm və biz belə bir qənaətə gəldik ki, təhsildə endirim etmək o təhsilin dəyərini sanki müştərinin qabağında öldürə bilər. Ki, demək ki, sən bu xidməti mənə daha ucuzuna verə bilərdin. Bəli. Çünki orada sanki bir investisiya yanaşması var, müştərinin bir investisiya yanaşması var ki, mən buna bu gələcəyimi qururam da bu pullarla və mən orada endirim edirəm. Ona görə biz müəyyən bir anda qərara gəldik ki, endirimləri davam eləmək. Maksimum hansısa endirim kuponları mı deyə, referal, sən dostunu çağır, məsəl üçün 50 manat endirim qazan və sair kimi şeylər elədik. Orada çox önəmli məsələdir və əslində çox əla toxundunuz təhsilə də. Təhsil axı bayaq danışdığımız kimi də FMCG nədir? Gündəlik istifadə olunan, yəni dəyər olaraq aşağı səviyyə o mənada yox ki, bu lazımsızdır. Yəni, bəli də gündəlik səndədir bu. Makarondur, yeyirsən, sudur, içirsən. Bunun o insan beynində olan dəyəri təhsillə eyni deyil. Ona görə dediyiniz çox maraqlıdır. O təhsildə endirim olanda düşünür ki, sən deməli keyfiyyətsiz bir şey verir. Amma gündəlik istifadə olan malı düşünür, okey də bu qazanacaq idi 15%. Deyir, qoy 15% qazanmayım, 10% qazanım, daha çox satım. Bunu qəbul edə bilər insan. Amma bax çox əla bir mövzudur. Ona görə baxın, o qədər fərqlilik və xırdalıqlar var ki, biz deyə bilmərik ki, endirim marketinqdə işləyir və deyə bilmərik ki, endirim marketinqdə işləmir. Situasiya var. Kateqoriya var, işləyir, kateqoriya var, situasiya var, işləmir. Hətta təlimlərdə də, yəqin ki, siz də bunu yaşamısınız. Mən heç vaxt, yəni qızıl qayda deməyə qorxuram. Həmişə deyirəm ki, belə bir şey yoxdur. Bu mənim yaşadığım təcrübədir və mənim yaşadığım təcrübədə bu işləyib. Amma sizdə işləyəcəyimi, sizdə də eyni effekti verəcəyimi deyə bilmərəm. Və bir çox hallarda belə anlaşılmazlıq yaradır sanki. Elə bir ki,
sanki biz işimizi bilmirik kimi bir şey yaranır, amma əslində reallıq budur ki, yoxlayıb başa düşmək Əla lazım. nöqtəyə toxundun. Həqiqətən elədir, çünki mənim özümdə də eyni yanaşma var və mən də o yanaşmanın həqiqətən tərəfindəyəm ki, ümumiyyətlə belədir. İnsan dəyişir, insan psixologiyası, insan davranışı dəyişir. Marketinq kimi öyrənir, kimə insana. Bəli. Bir mənalı bu formuladır. Bəli, görürəm ki, bəzi mütəxəssislər, deyək, mən dırnaq arasında deyim, o dediyiniz məsələləri bir doqma kimi qabağa qoyur ki, siz bunu etsəz qazanacaqsınız. Sektoru qeyd eləmir, kateqoriyanı qeyd eləmir, situasiyanı qeyd eləmir, müştəri hədəf kütlənin xüsusiyyətlərini qeyd eləmir. Mümkün deyil də bu. Yəni biz bu sahədəyik, artıq neçə ildir sahədə bilirik ki, mümkün deyil. Və eyni ilə mən özüm də nə isə danışanda situasiyanı, hətta tarixi, vaxtı, zamanı, hər bir şeyi nəzərə alıram. Çünki 10 il bundan əvvəl bizim elədiyimiz hansısa aktivliklər çox əla işləyirdi. Hal-hazırda aktivlikdə həmin o cür yanaşmalar zərrə qədər effekt vermir. Niyə? Çünki insanlar dəyişiblər. İnsanların o həmin o qıcıqlanmalara da deyək ki, o baş verən hadisələrə münasibəti dəyişib. Deməli mən də dəyişməliyəm. Bu qədər bəsit. Sadəcə olaraq bəli, biz bilirik ki, bizim elə marketinqdə əsas nədir mənim fikrimcə? Biz bilirik ki, insan dəyişir. Biz də ona adaptasiya olmalıyıq. Və hər dönəm, hər il, hər deyək ki, coğrafi mövqe, hətta fikirdən fikrə gedirəm. Bizə gəlib çox işləyən türk mütəxəssislər, rus mütəxəssislər var idi marketinqdə. Mənim yəni bu deyək ki, 15 illik təcrübəmdə görmüşəm bunu. Və mən görürdüm ki, çox çətinlik çəkirlər. Onlar bilirlər marketinqi, əla bilirlər. Yəni onun praktiki tərəfləri də öz ölkələrində. Amma Azərbaycan istehlakçısını tanımır. Bəli. O bilmir ki, Azərbaycan istehlakçısı məsələn səhər duranda kofe içmir, çay içir. Və yaxud da ki, o ola bilər ki, Azərbaycan istehlakçısı bal da yaxsın çörəyə, hətta onu şirin çayla içsin. Yəni bunu bilmək lazım. Bilmək üçün də yaşamaq lazımdır. Yəni bundan keçmək lazımdır. Maraqlı, maraqlı. Həm də hərdən olur ki, o mütəxəssislər sanki müəyyən növ gələcəkdən gəlirlər bizə. Elə bir ki, Rusiya olsun, Ukrayna olsun və s. onlar sanki bir müharibədən əvvəl yəqin ki, bir 10 il bizdən qabaqda idilər. Bəlkə də indi də qabaqdadılar. Mənim köhnə müdürüm Ukraynalı idi. O deyirdi ki, bizim aramızda təxmini 10-15 il fərq var. Və biz gəlib çatırıq ora. İndi belə şeyi, eyni fikri Özbəkistan və Azərbaycan arasında eşidirəm ki, biz sanki Özbəkistandan bir 10 il qabaqdayıq və 10 illə bu yol gəlib keçəcək. Və o da çox maraqlı yanaşmadır ki, onlar sən gələcəkdən görürlər ki, okey, mənim 10 il bundan əvvəl istifadə etdiyim texnikalar indi burada istifadə olunur. Bəlkə də orada biraz onların qabaqlamaq hissi də, cəhdi də yanlışdır. Çox maraqlı nüans yaranır. Nəyi nəzərdə tuturam? Adam gəlir, görür ki, biz 10 il əvvəlki vəziyyətdəyik. Bu 10 il sonrakı vəziyyəti dərhal tətbiq eləməklə uğur qazanmaq istəyir və bu uğursuz olur. Çünki insanın ona öyrəşməyib. Yəni sən onu mərhələli şəkildə ora çatdırmalısan. Çox maraqlı. O uğursuzluğun bəlkə də bəzilərinin uğursuzluğunun tamamilə razıyam. Və bir çox şirkətlər hansılar ki, əsasən də doğrudan eyni qədər pul verib xaricdən mütəxəssislər gətirirlər və şeyi görməyəndə, nəticəni görməyəndə, yəni məncə bunu artıq yerli mütəxəssislərə etibarı biraz artırmaq lazımdır. Tam razı gəldim. Mən belə bir sualım var sizə. RTM hamının çox xoşladığı bu real time marketing, tez-tez trendlərə uyğun dəyişib, mesajı dəyişmək və s. Xidmətdə sanki xidmət daha çevikdir bunu eləməkdə, nəinki FMCG. Çünki siz istehsalat prosesinə bağlısınız müəyyən növ. Çünki orada eyni bir anda götürüb qablaşdırmanı dəyişmək və ya kommunikasiyanı dəyişmək biraz çətindir. O barədə soruşmaq istirdim ki, orada adaptasiyanız necə olur? Ümumiyyətlə, dəyişən trendə FMCG-nin dəyişməsini, bəlkə hansı maraqlı bir кейsiniz var ki, bunu eləmisiniz və... Əla sualdır. Eyni ilə birinci onu deyim ki, FMCG-də o dediyiniz o istehsalat özdə xətti üzrə götürsək, qısa müddətli trendlər satışa təsir edə bilmir. Mümkün deyil. Biz ona adaptasiya eləyək və nəticə əldə eləyək. Biz onu nə edə bilərik? Bir brend kommunikasiya kimi bir gözəllik qatıb maraq yaradıb, hype yarada bilərik. Ancaq belə mümkün deyil. Çünki hətta belə bir case də var. Mən paylaşım. Deyək ki, bir yoldaşlardan biri bizi tanıyırdı, zavodumuzu bilir.
bu şey trend olan vaxtı Barbie filmi trend olan vaxtı dedik ki, gəlin bir dənə Barbie enerji içkisi kimi buraxaq xanımlar üçün də. Belə görürəm çox belə həvəsli gəlib danışır. Hə belə eləyək, bir 10 min, 20 min ədəd falan sataq. Dedim yoldaş, sən bilirsən ki, mənim minimum sifarişim 500 min ədəddir. Wow. Mən 500 min ədədi almalıyam, stoklamalıyam, istehsal edirəm və satmalıyam. Və onu etmək də ən azından bir ay vaxt aparır. Bu dövrdə sən əminsənmi ki, bu trend hələ də trend olaraq qalacaq, aktuallığını itirməyəcək. Yəni eyni məsələ, dediyiniz məsələdir. Həqiqətən də FMCG-nin o mürəkkəb, o zəncirvari belə deyək də prosesin uzun olmağı bizə real time marketinqi vaxtında deməli tətbiq edib oradan nəsə əldə eləməyimizə imkan vermir. Ancaq nədir? Müəyyən bir aktivliklər eləməklə, xüsusən də digitalda müəyyən bir şey qazana bilirik. Özümüzə qarşı diqqəti yönəldə bilirik, hype yarada bilirik və bunun da satışda deməli effektini ölçə bilmirik. Amma iş orasında biz görürük ki, biz bir hər hansı bir deyək ki, post paylaşdıq, RTM oldu, maraqlı oldu, özü də üst-üstə düşdü. Hətta mən bir şey deyim, yəqin ki, burada markanın adını çəkə bilərik. Mamedovla bağlı deyə bilərəm ki, biz özümüzdən əslində bu tam olaraq RTM deyil də, amma bir maraqlı bir nüans idi. Biz beynəlxalq qlobal sağlıq günü deyə bir gün yaratmışdıq. Əslində belə bir gün yoxdur. Hətta Wikipediyada bu olmuşdu. Yəni Wikipediyada belə qeyd eləmişdik ki, belə bir şey var. Və bu çox belə maraqlı ajitaj yaratmışdı. Gün sonunda fikirləşmək, belə bir şey mi var, sağlıq günü və bir çox insanda bunu elə bir tətbiq eləməyə başlamışdı. Bizə videolar atır ki, biz də sağlıq gününü qeyd eləyirik. Belə elə. Amma yenə də deyirəm, biz bunun konkret olaraq satışımızda təsirini ölçə bilmirik. Çünki o dediyimiz kimi o qədər mağaza sayının olmağı, o qədər ticarət nöqtəsi ilə kommunikasiyamızın qısa müddətdə mümkünsüz olmağı və məhsulu əgər istəyirsə ona uyğun adaptasiya edib, bunun belə mümkün olmaması. Çünki o etiketindən başlamış o digər xüsusiyyətlərinə qədər biz onların hamısını dəyişməliyik, adaptasiya eləməliyik. Bu çox çətin məsələdir. Bir dənə də yadıma düşdü deyim, biz 2020-ci ildə hətta bir haşiyə üçün mən 2021-ci ildə özüm də müharibədə iştirak eləmişəm və o dövrdə özüm olmamışam. Bizim yoldaşlarımız elədilər onu. Biz Qarabağ mövzusu ilə bağlı bir edition elədik. Yəni full markasına Qarabağ edition olaraq o zəfər mənasında onu bazara təqdim eləmişdi. Bu bir real time marketing kimi bəlkə hesab oluna bilər. Çünki o dövrdə insanlar da böyük bir ruh yüksəkliyi halındaydı. Amma qısa bir müddətli oldu və o deyək ki, o 500 minlə də kifayətləndi. Bunun onun maksimum üzr istəyirəm xərci yalnız həmin o əgər fulldan söhbət gedirsə qəlibin dəyişilməsi idi. Elə bir xərci yox idi. Biz deyək ki, onsuz da banka sifariş edirik. İçliyini elə də dəyişmirik. Sadəcə olaraq üzərini dəyişirik. O da əlavə bir klişə xərci dediyiniz kimi, bir qəlb xərcidir. O böyük bir, yəni o miqyası düşünəndə elə bir xərc deyil. Onu tətbiq elədik. Və şey necə oldu? Geri dönüş? Geri dönüş çox ajitajlı olmadı. Amma biz əlimizdə olan bütün stoku rahat şəkildə sata bildik və düşündük ki, bunu davam etmək də düzgün deyil. Bu ancaq o dövr üçün lazım idi. İnsanlar onu istifadə eləsinlər. Əslində mən düşünə-düşünə beynimə gəldi ki, belə bir real time marketinqi istifadə etmişik. Amma özünüz də görün də bu həmin dövrdə müharibənin elə başlaması, bitməsi və ümumiyyətlə onun o təəssüratları çox uzun bir müddət davam etmişdi deyə bunun bir uğuru oldu, ən azından nəticəsi oldu. Amma qısa müddətli real time marketinqləri mümkün deyil. Hansı bir hadisə baş verir, 2 gün, 3 gün bu bizim üçün onun satışa təsiri mümkün deyil. Ki biz ondan nəsə bir mənfəət əldə edək. Bir kes yadıma düşdü. Deməli yadınızdadsa metroda bir cütlük öpüşəndə hansısa yaşlı bir kişi onlara nəsə söz demişdi, qışqırmışdı. Bu viral video olmuşdu və bir taksi şirkətinin yadında deyil, yadında olsa taksi şirkəti demişdi ki, şəkil paylaşmışdı sosial mediada ki, yəni bizim taksiləri sifariş edib rahat yəni şey eləyə bilər, sevgilinizlə vaxt keçirdə bilərsiniz. Və bu maraqlı RTM idi, amma yenə siz demişkən həmin an üçün sanki bir paylaşım çərçivəsində olan RTM-dir də. Yəni bu hadisənin və bu paylaşım və ya mənim yadımdadır ki, biz pandemiya təzə başlamışdı.
çörək qıtlığı deyil idi əslində. İnsanlar sadəcə çoxlu çörək alırdılar və s. Biz mən Stepatidə işləyəndə belə bir post eləmişdik ki, çörəyin sənətindən çıxsın və orada çörəyin 3D modelini yaratmaq qısa bir onlayn dərs kimi şey eləmişdik ki, çörəyin sənətindən çıxsın da, yəni sən də məsəl üçün gedib mağazada çörək almaq və s. kimi dərdin olmasın. Amma yenə də siz dediyiniz kimi belə böyük hadisələrdə razıyam, FMCG buna reaksiya verib. Çünki qələbə bir günün uzun müddətli bir təəssüratdır və orada addım atmaq olar. Amma o dediyim kimi o viral videolar və ya nə bilim hər hansı bir gündəm şeylərdə biraz mobilliyini o qədər qoruyub saxlamaq. Həm də dediniz, çox önəmlidir. Bax, bu sual da önəmlidir. RTM satış gətirməlidirmi, yoxsa yalnız hype yaratmalı? Bax, bu da çox önəmli sualdır. Yəni biz RTM eləyirik. RTM bizə RTM-in məqsədi nədir? Doğrudan satış gətirsin, yoxsa sadəcə olaraq qısa bir müddətdə marka tanınırlığına bir qatqı versin? Deyək ki, mən də varam, maraqlı bir iş gördülər, budurmu? Məsələn, mən bəzən görürəm ki, RTM-lər məqsədsiz edilir. Deyək ki, bəli, qəşəng kreativ iş, əlahiddə götürsək çox maraqlı bir iş. Amma baxırsınız ki, bunun nəticəsi varmı? Deyək, məsələn, mənə çox maraqlı gəldi o taksi məsələsində. Bunu etdi. Bu sadəcə bir fan idimi? Yəni maraqlı bir, yoxsa sən bununla doğrudan müştəri əldə edə bildinmi? Məncə yox. Amma bəlkə də yəni mən satış statistikasını bilmirəm. Amma belə deyək də biz istehlakçımızı bildiyimiz, müştərini tanıdığımızı məncə yox. Amma məsələn elə bir hal ola bilərdi ki, deyək ki, hansısa bir xoşagəlməz başqa taksidə hal baş verə bilərdi. Bir taksi dərhal RTM o ictimailəşə bilərdi. RTM edib bizdə belə bir şey yoxdur. Siz rahat şəkildə bunu edə bilərsiniz deyərək bəlkə özünə müştəri cəlb edə bilirsiniz. Burada o da önəmlidir. Əlbəttə. Biraz kreativlik bəzən özündə satış gətirmir də. O belə bir hətta bilmirəm Ogilvy yoxsa başqa kimin sözüdür, deyir, yaxşı reklam əgər reklam satırsa deməli o kreativdir də. Yəni belə bir yanaşma da var. Amma bir tərəfdən də kreativ reklam ola bilər. Sənət baxımından da gözəldir, amma bunun heç bir nəticə olaraq hər hansı bir qatqısı yoxdur. Bu da çox önəmli. Razıyam. O məsəl üçün o beynəlxalq festivallarda udan o reklam nümunələri var, hansı ki, doğrudan da bir sənət əsəri kimi qəbul olunur ki, vau, burada neçə dərəcəli mənalar qatıb da bura dizayner və ya marketolog kim olsa, amma satırmı? Böyük sualdır. Çünki həqiqətən də mən düşünürəmsə bu reklama baxanda, hansı mənanı axtarıramsa, məncə burada satmaq amili itir sanki. Bəli. Amma məncə reklam daha tez, yəni satışa yönəlir, reklam daha tez satmalıdır. RTM barəsində də mən sizinlə razıyam. Məncə daha çox hype alətidir. Bu tanınmanı təmin edən bir amildir. Nəinki satış. Amma o anda əgər səni daha çox paylaşırlarsa və sonra bu hansısa follow, məsələn sosialdan söhbət gedirsə, follow-a gətirib çıxarda bilərsə, sonra sənin hansısa real məhsulu görüb və ya xidməti görüb alacaqlarsa, why not? Yəni yaxşı RTM-dirsə, markanı gözdən salan bir şey deyilsə, məncə eynilə o uzun müddətli brend kommunikasiya belədir də, uzun müddətli fayda verə bilir. Dediyiniz kimi də o uzun müddətli fayda verə bilirsə və o markanın o konsepti ilə, markanın kommunikasiyası ilə, o ürəyi ilə üst-üstə düşürsə, həqiqətən də bunu dəstəkləmək olar. Amma məsələn bu istehlakçının müştəri, mən həmişə istehlakçı deyirəm çünki bizdə FMCG-də istifadə olunan, içilən və ya yeyilən şeylərdir. Yəni müştərilər əgər müştərinin o deyək ki xüsusiyyətlərinə uyğun, yad olan bir şey, amma kreativ bir şeydirsə, bu ancaq elə o kreativliyində qalır və uzun müddətli də təsir edə bilmir. Bu çox detallar var burada, çox maraqlı məsələlər. Çox həqiqətən maraqlıdır və görürsünüz və nə yaxşı ki, sizin, mənim və digər mütəxəssislərin olması tələbələrə bu geniş şeyi verə bilir. Şəkili verə bilir ki, marketinq həqiqətən də bir sahədən və bir yanaşmadan ibarətdir. Bunun bu sahəsi də var, burası da var və s. Həqiqətən çox maraqlıdır. Özüm bir anlıq gəlib onu yenidən keçib hamıya dinləmək istədim.
magistratura vaxtım yadıma düşür. Mən bakalavr başqa ixtisasım sosiologiya üzrə oxumuşam, amma magistrımda marketinq oxumuşdum deyə yadımdadır o müəllimlər, müxtəlif brendlərdən gələn müəllimlər oturub ağzı açıq onlara qulaq asırdım və marketinqin nə qədər fərqli olduğunu. Əslində sosiologiya dediniz, mən həmişə deyirəm, əslində sosiologiya sizin üçün çox gözəl bazı olub. Marketinq həm də elə sosiologiyadır, sosial psixologiyadır, insan psixologiyası. Mən həmişə deyirəm, marketinq bir tərəfdən rəqəmdir. Hətta buna bir özümüzdən termin daha doğrusu bir tərif çıxarda bilərik ki, marketinq elə bir sanki insan duyğularının rəqəmlərə çevrilmiş bir sənətidir də. Çünki biz insanların duyğularına, onların istəklərinə xidmət eləyirik və insan psixologiyasını bir marketoloqun bilməməsi böyük bir ayıbdır. Eləcə də sosial psixologiyanı bilməməsi böyük ayıbdır. Çünki bizim əsas müştərilərimiz, yəni bizim o biznesimizin təkan verici qüvvəsi onlardır. Yəni başqa cür mümkün deyil. Əslinə qalsa bu sosiologiya olmağı sizin üçün o təməl olaraq çox yaxşı olub. Əslində sonra müəyyən seçim qarşısında qalanda gələcək ixtisasımın seçimində sosiologiyadan çıxan qollara fikir verəndən sonra başa düşdüm ki, elə ən uyğunu marketinq. O biraz başqa mövzudur. Çox şeyə getdi. Mən bu first data məsələsinə biraz qayıtmaq istəyirəm. Bir məhsulun məsəl üçün öz təcrübəmdən misal deyim. Təhsil müəssisəsində xüsusi bir otaq ayırmışdıq. Həmin otaqda yalnız fotoqrafiya üçün dərslər keçirilirdi. Bütün avadanlıqlar, işıqlar, kameralar və s. hamısı onun üçün idi. Və biz müəyyən müddətdən sonra başa düşdük ki, nə qədər çox qrupumuz olmasa da, məsəl üçün dizayn təhsilinin içində biz o otağı tam istifadə edə bilmirik. Yəni o otaq daha çox müddət boş qalır və istifadə olunmur. Nəinki istifadə olunur. Onu da yəni o biznesdə müəyyən növ bir icarə biznesidir. Çünki o otaq sənə pul gətirmir. O otaqda nə qədər çox adam varsa, demək o otaq sənə o qədər pul gətirir. Və biz qərara gəldik ki, bir dənə ayrıca fotoqrafiya kursu yaradaq. Onun üçün ayrı proqram, ayrı kommunikasiya və s. Üçüncü mərhələdə isə o da, yəni belə deyim, məhsul olaraq o qədər populyar məhsul ola bilmədi. Yerdə qalanları isə sonuçda qərarlaşdırılıb künclərə biraz başqa düzülüşdə yenə kompüterləri yığıb orada normal, məsəl üçün digər qrupların proqramlaşdırma, dizayn və s. dərslərində keçdik. Sözümü nəyə gətirirəm? Yeni məhsul, indi bizim iki məhsulumuz buradan yarandı da, fotoqrafiya və sonra sadəcə həmin otağın başqa kimi istifadəsi. Sizin prosesdə FMCG-də yeni məhsulun yaranmasından öncə nələr gətirirsə, belə deyim, ilham verir və nədən ideya yaranır ki, okey, mən bu məhsulu eləsəm, bu dəqiqə şey olar, geri dönüşü olar, alışı olar. Əla sualdır. Mən özüm yerli istehsal FMCG sektorunda olduğum üçün, yəni biz özümüz istehsal edib satdığımız üçün, birinci növbədə yerli istehsal müəssisəsinin, deyək ki, aldığımız xəttin maksimal işləmə tələbi. Yəni bizim üçün bu önəmlidir ki, almışıqsa məsələn bunun ay ərzində 10 milyon ədəd məhsul etmə gücü varsa, biz bunu ideal şəraitdə maksimum istifadə edə bilməliyik. Sözsüz ki, bu hər zaman olmur təbii ki, amma bu ideal şəraitdə belədir. Və biz başlayırıq, yaxşı bunun üçün nə etməliyik tərəfindən. Elə yenə də təcrübəmdən çıxış eləyərək deyim. Deyək ki, biz peçenya istehsalı edəndə, yəni mən daha öncəki şirkətdə çalışanda, biz çəki peçenyelər satırdıq. Çəki peçenyelərdə artıq məhsul xətti tam gücü ilə işləyirdi. Çəki peçenyelərində özəlliyi nə idi? Orada qiymət məsələ çox önəmli idi, amili və dib qiymətləri idi. Yəni orada qiymət rəqabəti o qədər güclü idi ki, biz qiyməti artırıb hamısı bir kommunikasiya edə bilməzdik. Çünki çəki məhsulu daha çox kasıb təbəqənin, deyək ki, aşağı gəlirli təbəqənin aldığı bir məhsuldur. Bu mümkün deyil. Yaxşı, bu zavodu bəs necə edə bilər ki, buradan daha çox pul qazanaq? Çünki bunun bir 500 ton istehsal edə bilirsə, 500 tonu da istehsal edirik. Tamam, düşündük biz bunu nə etməliyik? Qablaşdırmalıyıq, gözəl bir qablaşmada və artıq deyək qablaşmada 300 qram və yaxud da 400 qramlıq bir məhsulu bu çəki məhsulunun qiyməti, 1 kilosunun qiymətinə sata bilirik. Bu təbiidir, çünki bazar belədir. Amma biz bunu etdikcə nə edirik?
1 kiloqrama düşən qazancımızı artıra bilirik, amma deməli istehsal Xərc olaraq xəttini, eyni, bəli, istehsal xəttini artırmırıq. Bunun üçün nə etməliyik? Deyək ki, X bir məbləğ ödəyib bir avadanlıq qoşmalıyıq ora. O da sözsüz ki, investisiya olaraq hesablanır və başa düşülür ki, elə bir böyük bir xərc deyil. Yəni bu investisiyaya getmək olar. Bu bir yanaşma idi. Yəni öz imkanlarımızdan istifadə edərək ortalığa çıxmaq. Bəli. Yəni eyni məhsul da eyni idi. Düz başa düşürəm. Eyni məhsul idi, sadəcə olaraq eyni məhsul, gözəl qablaşma. Yəni marketinq önə çıxdı burada artıq o çəkidən sonra. Daha gözəl şəkildə təqdim edərək daha çox mənfəət əldə etmə imkanı qazanmaq. Bu bir yol. İkinci bir yol sözsüz ki, biz FMCG sektorunda olanda, deyək ki, içki sektorunda olanda bazarla daimi şəkildə kontaktdayıq, bazardan dataları alırıq və özümüz müşahidə edirik. Hansısa şəbəkələrdən satışlara baxırıq ki, okey, biz enerji içkiləri sahəsindəyik, amma burada bir sahə var, soyuq çay. Çox belə pis deyil. Yəni biz 100 satırıqsa bunlar 40 satır. Yəni bazar olaraq. Burada da fürsət var. Burada soyuq kofe də var. Burada da bir fürsət var. Bu fürsətlər artıq datalarla və müşahidələrlə gözümüzün qabağına gəlir. Yəni bu elə də burada yəni xüsusi bir həmişə deyirəm, velosiped kəşf eləməyə ehtiyac olmur da. Yəni artıq gözümüzün qabağında olur. Və bəli, biz bundan çıxış eləyirik. Araşdırırıq, baxırıq, görürük imkanlarımız var. Deməli biz enerji içkisi ilə ayda 10 milyonun yalnız 3 milyonunu verə biliriksə, bu 1 milyonunu soyuq çayla, 2 milyonunu digər məhsullarla, 3 milyonu da digər məhsullarla edərək bu biznesimizi tam rentabelli işləməyə gətirib çıxarda bilirik. Bir də bu cür yanaşma var. Yəni sözsüz ki, bazardan iki tərəfli, həm data ilə, həm də müşahidə yolu ilə əldə olunur. Və FMCG elə bir sahədir, ümumiyyətlə içki və yaxud qida, bu rahat müşahidə oluna bilən bir şeydir. Yəni biz ətrafımızda, demək qohumlarımızda nə içdiklərini, nə yediklərini daimi müşahidə edərək artıq bir beynimizdə ilkin ideyanı formalaşdıra bilirik. Sonra artıq data lazım olur ki, bunun nə dərəcədə əsası var? Bizim ətrafımızda mı bunu içirlər, istifadə edirlər, yoxsa bu kütləvidirmi? 90% hallarda da kütləvi olur. O kütləviliyi necə ölçürsünüz? Kütləviliyin daha çox datalarla, deyək ki, müxtəlif şəbəkələrdən ala bildiyimiz datalarla və həmin kateqoriyaya məhsulların. Ona uyğun artıq rəqəmlərdən bunu çıxarda bilirik. Açıqdılar şəbəkələr belə bir şeylər. Bəli, müəyyən əməkdaşlıq şərti ilə eləyə bilirik onlardan. Hətta bizə marka da önəmli olmur. Bizə yalnızca o sektorun payı önəmli olur ki, deyək ki, bu enerji içkisi əgər 1 satırsa, soyuq çay ümumi olaraq sizdə necə satır? Deyir, o da məsələn 0,5 satır. Biz bilirik ki, ən azından bir 50% qədər bir bazar formalaşdırıb. Biz bazara girəndə öz imkanlarımız daxilində buradan bir 30%, 20% bir bazar götürə bilsək, bu qədər əlavə qatqı vermiş olur. Əslində çox sadə prinsipdir. Sadəcə olaraq o müəyyən detalları yaxşı incələyib nəsə bir şey önə çıxarmaq lazım. Yanaşmamız həmişə bu cür olub, bu formada olub və əsas prioritetimiz nə olub? Həmişə deyirik, fabrik işləməlidir, zavod işləməlidir. Necə işləməlidir artıq biz oturub düşünməliyik. Elə ki, bu bizə təşviq eləyir ki, biz bunu etməliyik. Artıq o datalar və müşahidə vasitəsilə də onları birləşdirib nəsə ortalığa çıxartmağa çalışırıq. Razıyam, burada da ortaq nöqtə gəldi. Çünki necə ki siz demiş ki, avadanlıq, zavod işləməlidir. Bizdə də yer özünü doğrultmalıdır, yəni finans baxımından. Çox maraqlıdır. Bəli, eyni yanaşmadır, tamamilə doğrudur. Gəlir ora. Şeylər ayrıdır. Metodlar ayrıdır. Mən son sualımı verəcəm. Çox həm yormaq istəyirəm, həm də sanki bir his yarandı ki, sanki bütün şeyləri elə bu verilişin içində soruşub, bu buraxılışın içində soruşub bitirmək istəmirəm. Biraz maraqlı şeylər qalsın. Kollaborasiyalarla bağlı. Mən başqa məsələn qonşu ölkələrin və ya nə bilim qərb brendlərinin qeyri FMCG sektoruna elədiyi çox maraqlı kollaborasiyalar olur. Məsəl üçün Azərbaycanın özündə də var. Məsəl üçün hansısa lunch boxlarda və ya lunch biznes lunchların içində müəyyən içkinin təklif olunması və ya mağazaların üzərində onların brendlərinin adının yazılması və s. O barədə soruşmaq istirdim ki, belə bir təcrübəniz olubmu qeyri FMCG sektorundan kollaborasiya və ümumiyyətlə bunu nə qədər perspektivli görürsünüz? Olub, çox olmayıb, amma olub. Elə bayaq danışdığımız taksi xidməti ilə bağlı biz taksi xidməti göstərən şirkətlərdən biri bizə təklif elədi ki, əgər siz
bizə müəyyən bir miqdarda pulsuz şəkildə məhsul versəniz, biz o məhsulları müştərilərə deyək ki, welcome drink kimi də, yəni maraqlı oturdu və bizim məhsulu içə bilsin. Biz bunu maraqlı bir ideya kimi gördük. Sadəcə olaraq onun biraz digər tərəfləri var idi ki, bu nə qədər olacaq, bunlar biz bu məhsulları soyuducu, daha doğrusu taksilərə çatdırılması necə olacaq, sürücü sui-istifadə edəcək, etməyəcək, xırdalıqlar çox idi. Amma ən azından bir aylıq bir qısa müddətdə bir əməkdaşlıq elədik və mən düşündüm ki, bunu üzərində yaxşı işləyib, yaxşı kontrol mexanizmi yaradıb genişləndirmək olardı. Təəssüf ki, bu genişləndirə bilmədik. İki tərəfli xırda və belə deyək, tam bizdən asılı olmayan səbəblər də var idi. Məsələn, bu kalibrasiya mənim yadımdadır və mənə elə gəlir ki, maraqlı bir yanaşma idi. Çünki bizim içkilərimizi elə daha çox yolda deyək ki, insan gəldi, istidir, taksiyə əyləşdi, su istəyir, hər hansı bir içki içmək istəyir. Gördü, içdi, həm özü məmnun oldu, həm bizim məhsulumuz reklam oldu, həm taksi şirkəti bu baxımdan önə düşdü. Çox əla bir şeydir də. Hamı qazanır, həm müştəri qazanır, həm istehlakçı qazanır, həm bizim partnyorumuz qazanır. Eləcə də sürücü özü də oradan məmnun olur, çünki bunun özünə də müəyyən bir bal verilir. Çünki ora oturan müştəri axı onu bəlkə də bir şirkət adı kimi yox, sürücü kimi də görə bilər. Burada o çox detallar var, özünüzə bilsin. Bu baxımdan məsələn çox maraqlı idi o yanaşma. Mənə elə gəlir ki, onu inkişaf elətdirib daha belə yaxşı bir səviyyəyə çıxartmaq olardı. Yadımda qalan budur, yəni əsas. Bəs segment, yəni o şeylərin, taksilərin segmentləri olur da, ekonomisi. Orada fərq qoyulmuşdu, yoxsa istənilən segmentdə olan? Yox, orada fərq qoyulmamışdı. Fərq qoyulmamışdı. Çünki bizim məhsulumuz da premium məhsul deyil. İndi orada bir məsələ var da, premium taksi istifadə edən bu premium dediyim orada biznesdə səhv eləmirəm. Biznes bizim deyək ki, 60 qəpilik məhsulu orada görmək istəyərmi? Burada biraz məsələ var. Ona görə daha çox elə ekonom. Amma məncə wow effekti yarada biləcək bir şey idi. Yəni mən minsəydim və elə bir heyf ki, biz onu genişləndirə bilmədik. Yəni o ideyanı tam davam etdirə bilmədik. Belə bir maraqlı təcrübə yaşadıq, amma mən bu ümumiyyətlə əməkdaşlıq çox mən tərəfdən müsbət şəkildə qarşılandı ki, çox maraqlı bir yanaşmadır. Düzdür, bizim satışımızda onun belə gözlə görünən bir təsirini ölçə də bilməzdik. Çünki biz onu məhsulu verir və həmin adam bizi alır, almır. Amma ən azından bu böyük bir layallıq yarada bilərdi insanlarda və bir bağ yarada bilərdi. Mənim o gəlib oturub su istəyən vaxtı bunu görməyim və orada bizim markanı görməyi arasında bir böyük bir bağ yarana bilərdi. O assosiasiya yaranıb sonradan alışa, vərdişə keçir. Əla bir şeydir. Bəlkə də olur, mən hal-hazırda indi xatırlaya bilməyəcəm, amma kolaborasiyaların mənə görə əhəmiyyəti FMCG-də var. Önəmlidir. Məncə onu hətta şirkətlər eləyirlər. Deyək ki, mən bu nə dərəcədə kollaborasiya ola bilər ya yox, deyək ki, bir restoranın səndən öz hansı kommunikasiyasını birləşdirməyi, amma yenə də bu əməkdaşlıqlar nəticədə üç tərəfə də xeyir verir. Yəni bunun ziyanlı tərəfi yoxdur. Həm partnyorlar qazanır, yəni buradan biri maddi ola bilər qazansın və yaxud da sadəcə olaraq marka tanınırlığı tərəfdən qazansın. Həm də ki, müştəri qazanır, yəni istehlakçı qazanır, gəlir ondan istifadə edə bilər. Yəni məncə çox yaxşı bir gedişdir, yəni yaxşı bir əməkdaşlıq profilidir də bu kollaborasiyaların edilməsi. Mən tərəfdən ancaq bu tərəfini deyə bilərəm. Super. Mənə çox maraqlı idi. Ümidvaram ki, izləyicilərimizə, dinləyicilərimizə də maraqlı oldu. Çox sağ olun. Mənim özümə, yəni elə bil ki, bir leksiya oldu. Çox təşəkkür edirəm. Əksinə elə mənim də sizlə, onsuz da biz ayrı vaxtlarda da söhbətləşirik, amma çox maraqlıdır ki, sanki bu hal-hazırki olduğumuz bu müddət ərzində bir çox danışmadığımız məsələləri danışdıq. Ona görə də çox maraqlı keçdi. Vaxt necə keçdi, mən də hiss eləmədim. Mən çox təşəkkür edirəm. Əla suallar idi və belə o deyək ki, o damardan olan suallar idi ki, biz bu məsələləri açıb danışa bildik. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Sağ olun, görüşərik. Çox sağ olun.